Gözəl həyət evi ilə qarşınızdayıq. Masazır qəsəbəsində şəxsi tikili 4 sotda 4 otaq həyət evi göstərəcəm. Demək, yataq otaqların birindəyik hal-hazırda. Masazır qəsəbəsində sizlərə 2 nömrəli məktəbə yaxın, keyfiyyətlə tikilmiş, qoşadaşla tikilmiş, çıxarışlı belə bir 4 otaq həyət evi göstərirəm. Digər yataq otağıdır gördüyünüz kimi. Dəhliz vasitəsilə otaqlar bölünür. Burada hamam otağı ayrı-ayrıdır, tam ayrı-ayrı gördüyünüz kimi. Demək, çalışacağım qısa şəkildə hamısını çəkim. Burada mətbəxdir və belə bir mətbəximiz var. Videonun sonunda çölündə göstərəcəm. Qiymət 140 min manat. Burada qonaq otağıdır. Demək, qonaq otağının 2 dənə giriş hissəsi var. Biri dəhlizdəndir, bir də mətbəxdəndir. Evdə yaşayış var, təmiri ortadır. Qiymət 140 min manat, 4 sotdadır, ən vacibi 4 sotdadır və 4 otaqdır və sonuncu yataq otağını göstərəm, sonda həyətini və evin üzünü göstərəcəm. Bu da bizim sonuncu yataq otağı. Bu evin 3 ədəd yataq otağı var, mətbəxi və qonaq otağı və keçək çöldə olan şəraiti göstərəcəm. Demək, bu evin üz görünüşüdür, yerdən kürsülü, 11-in 12 metrəyə tikilib, zirzəmisini göstərim. Demək, zirzəmisi quru. Rahat şəkildə hərəkət eləmək olur. Otaqların arası boşdur. Gördüyünüz kimi beton kəmərinə kimi var. Qoşadaşdır. Şəxsi tikili 4 otaq kombisinə kimi var. Demək, ümumi vəziyyəti belədir. Bura hasarla axıra qədər hörüləcək. Darvaza oradan qoyulacaq. Yəni bu yol, bu həyətin bu hissəsi hamısı bu evə aiddir və evin o hissəsində də yaşıllıq hissəsi var. Demək, bu yaşıllıq hissəsində zeytun ağacıdır falan. Həyətin su krantı, manqalı, zirzəmiyə buradan yenə də girişi var. Qiyməti 140 min manat. Tökdücə üçün olan hissəsi və bu da yaşıllığı. 4 sotda 4 otaq Masazır qəsəbəsində 2-ci bir Araz marketin arxa istiqamətində yerləşir. Gəlin baxın, yerdə qalanı danışmaq mümkündür.